Sabir Əhmədli, Arabaçı, hekayə, 4-cü hissə. Açı, topu, topu, topu! Xoş axşam havası Cəllin sevgi dolu ürəyini tərpətmişdi. Qolavanın üstündə dik durub, uzun çubuğunu öküzlərin başı üstündə fırladır, tez-tez qarşıda görünən ot tayalarına baxırdı. Hərdən bir də ucundan qulağından bildiyi mahnını oxuyurdu. Açı, çı! Arabaçı öküzləri haylayır, sevdiyi qızın yanına can atırdı. Öküzlər hər ayaq atanda onun ürəyi tərcülün yanına gedib qayıdırdı. Gərək nə tər olursa olsun bu gün həsini alam. Onun totuq biləklərinə yapışıb razılığını almasan, bir də bu sahənin qırağına hərlənmərəm. Cəlil adəti üzrə gərən çolların arxasından tarlaya göz gəzdirdi. Sanki ürəyi dayandı, o telaş içərisində qabağa çıxdı. Yox, tərcül görünmürdü. Arabaçı bir-iki addım da atıb durdu. Gülü qollarını geniş açdı, elə bil ki, Cəlli qucaqlayacaqdı. Xalaoğlu, qıraqda niyə baxırsan? Ürəyin xarab oldu. Ay qızlar, ona su aparın, tez olun, tez olun. Cəlil asta-asta qızlara yaxınlaşdı, bardanların yan yörəsinə baxdı. Amma tərcülü görmədi. Gəl biraz kömək elə xalaoğlu, bilirəm qanın qaraldı, eybi yoxdur, hamısı düzələcək. Bəs tərcül hardadır? Ay zalım, yabancı oda düşmüsən. Ta səndən söz soruşduq. Fatmanı manqasına göndərmişik. Dünən axşam briqadir qızı bərk danladı. Bəs bura gəlməyəcək? Arabaçının səsi titrədi. Niyə gəlmir xaloğlu? Bugün Fatmanın iş təcrübəsi ilə tanış olur. Sabah tezdən buradadır. Cəlil indi anladı ki, tərcil dünən axşam niyə hirsliymiş. Arabaçının ürəyi xeyli sakitləşdi. Bardanları yükləyəndə onun gözü qorxdu. Yük çox ağır idi. Əlavə olaraq qızlar da qalxıb pambığın üstündə əyləşdilər. Xaloğlu gözlə ha, pakrışkan partlayar, deyə gülü böyrü üst uzandı. Açı! Öküzlər şişərək dartındılar. Araba cırıldayıb tərpəndi. Böyük yola yaxınlaşdıqca Cəllin qorxusu artırdı. Bura çox işləşdi. Rayon mərkəzinə, baş məntəqəyə, stansiyaya, tarlaya bütün maşınlar bu yolla gedib gəlirdilər. Böyük yol döngəsiz, enli və hamar olduğundan şoferlər burada sürəti artırırdılar. Bugün həmişəkindən çox maşın görünürdü. Böyük yola çıxarkən dal təkərlər çuxura düşdü. Araba əyildi, qızlar qışqırdılar. Cəlil yerə sıçrayıb öküzləri buladı. Arabaçı qardaş, skorosu artır. Ehtiyatlı sür, qızlar inciyərlər. Gözlər ulat, qaz eləyər. Cəlil dal təkərlər buraxıb. Əmoğlu, düş özün çək. Arabaçı şoferlərin bu zarafatlarına dözə bilmirdi. O acıqlanıb özündən çıxmışdı. Amma nə edə bilərdi? Maşınlar da elə iti keçirdilər ki, çatdırıb bircə söz də demək olmurdu. Qulaqları deşən siqnal səsləri və tırıltı arabaçını bezdirmişdi. Gülü də bardanların üstündən başını uzadıb deyirdi. Xaloğlu, maşınlar ceyran kimi süzür. Biz də iməkləyirik. Arxadan lap yaxında dalbadal siqnal verildi. Cəlil əyilib baxdı. Maşını da, şoferi də, onunla yanaşı oturan qızı da tanıdı. Arabaçının rəngi qaçdı, ürəyi qana döndü. Tərcül kabinkada Fatma ilə qulunun arasında oturmuşdu. Özü də Cəllə baxıb gülümsəyirdi. Qulu başını kabinkanın pəncərəsindən çıxartmışdı. Damağındakı papiros tüstülənirdi. Maşın arabaya yanaşdı. Çəkən öküz mərd olar, vur yerisin, deyə qulu əlini havada oynatdı. Maşın uzaqlaşdı. Üstündəki qızların oxuduğu şən mahnı da eşidilməz oldu. Elə bil ki, bir dəstə quş pırıltı ilə uçub getdi. Gülü Cəllin kepqasını dartışdırıb dedi, xaloğlu, ürəyin dincəldi? Gülü bəsdir, zarafat bir dəfə olar. Qanın niyə qaraldı, xaloğlu? Yaxşı qulu, borc olsun, deyə arabaçı dodaqaltın pıçıldadı. Çəkən öküz mərd olar, çəkməyə namərd, baxarıq. Açı, topu, dəmir. Arabaçını hirs boğdu, ürəyini soyutmaq üçün öküzləri döydü, öküzlər biraz yortdu. Xaloğlu, yavaş, pakrışkan partlayar. Qızlar bir-birinə dəyib qıldaşdılar.